Ballerina cappuccino, bombardino crocodilo, tun tun sahur. Yəqin ki, bu ifadələri son vaxtlarda ailələrdə uşaqların ağzından çox tez-tez eşidirsiniz. İstər məktəblərdə, istər sosial ortamlarda uşaqların nitqindən düşmür. Bəs nədir bu bombardino crocodilo? Bombardino crocodilo göydə uçan timsahdır. Şəhərləri gəzərək bombalar atır, bombaları sevir. Buranın da özəl bir mahnısı var. Gəlin o mahnının bir tərcüməsini dinləyək. Bombardino crocodilo bir uçan timsah uçar, Qəzza Fələstindəki uşaqları bombalayar. O Allaha inanmır və bombaları sevir, ananın ruhunu yeyir və əgər bunu tərcümə etmisənsə, o zaman sən bir əclafsan. Mahnının sözləri bu cümlələrdən ibarətdir. Əziz valideynlər, övladınızın davranışında aqressiya gördüyünüz zaman, övladınızın davranışında şiddətə meylliliyin azaldığını gördüyünüz zaman bunlar öz-özünə yaranmır. İzlədikləri, gördükləri və nəticə etibarı ilə onların davranışının pozulmasına səbəb olur. Bunun üçün də gələcəkdə övladınızın davranışlarını idarə edilməz hala gəlməsini istəmirsinizsə, mütləq şəkildə bu tipli cizgi filmlərin, səhnəciklərin mənasını övladlarınıza öncədən deyib, qarşılarına çıxdığı zaman izləmədiklərini oturub onlarla söhbət edərək başa salın.